Bugün keçək turşların xassələri. Turşlar deyək ki, maye bərk halda turşlar var. Bərk halda fosforun turşlarıdır. Bir də məsələn silikat turşusu, bir də borat turşusu. Bunlar bərk haldadır. Qalan deməli, hidrogen xlorid normalda qaz haldadır, amma suda məhlulu turşudur. Məhlulu turşudur. Ya da hidrogen xlorid, hidrogen bromid. Bunlar xlorid turşusu, bromid, yodid turşuları suda məhlulda, yəni maye haldadır. Və s. Sulfat turşusu, nitrat turşusu, asitat turşusu bunlar maye haldadırlar. Biz deməli keçən dərs turşuların qüvvətliyini demişdik. Qüvvətli turşular hansılardır? Orta qüvvətli və zəif turşuları biz danışmışdıq. Və turşuların kimyəvi xassələri deməli metal reaksiyası. Turşular metal reaksiyası daxil olur, duz və hidrogen alınır. Yaxşı, ona aid reaksiyalar yazaq. Demək, hidrogendən əvvəl gələn metallar turşularla daxil olur, turşudan hidrogeni çıxarda bilir. Yəni, duz və hidrogen alınır. Amma hidrogendən sonra gələn metallar turşularla reaksiya daxil olmur. Bəli. Məsələn, sink istəyəcək xlorid turşusu, dəmir istəyəcək duru sulfat turşusu, alüminium istəyəcək orta fosfat turşusu, məsələn, xrom istəyəcək xlorid turşusu, məsələn, kalsium istəyəcək, deyək ki, bromid turşusu və s. Mis istəyəcək H-xlor. Yaxşı, burada sink xlorid və hidrogen alınır. Dəmir 2 sulfat və hidrogen alınır. Dəmir 2 valent. Dəmir duru sulfatla 2 valentdə olur. Alüminium orta fosfat, alüminium müsbətlisi olur. Alüminium 2, PO4, 3. Alüminium orta fosfat, gördünüz, PO4, alüminium PO4, 3 valent PO4, bir də H2. Xrom 2 xlorid, bir də H2. Kalsium bromid, bir də H2. Mis isə H-xlor ilə getmir. İkinci metal oksidlərin turşularla reaksiyası düzdür. Biz bunu danışmışıq oksidlər dərsində, yenə də təkrar edək. Deməli, mis özü xlor turşusuna girmir, amma oksidi daxil olur. Və burada nə alınır? Mis 2 xlorid, bəli, və su. Buraya 2 yazaq. Burada, bəli, sink, nitrat, bir də su. Burada alüminium sulfat, və bir də su. Burada krom, nitrat, üç nitrat, bir də su. Və s. Burada dəmir yanığı qarışıq oksiddir, dəmir 2 oksidi və dəmir 3 oksidin qarışığından ibarətdir. Həm müsbət 2 olur, həm də müsbət 3 olur. Yəni, həm dəmir 2 xlorid, həm də dəmir 3 xlorid və su. Əmsallardır ki, burada dəmir müsbət 2 bir dənədir. Deyək ki, dəmir müsbət 3 2 dənədir, 2 yazarıq. Onda H-xlorun qabağını 8 yazarıq.
Sürünün qabağına 4 yazarıq. Bu da eyni qaydada, yəni dəmir 2 oksid, dəmir 3 oksid. Həm müsbət 2, həm də müsbət 3. Yəni burada alınır nə? Dəmir 2 sulfat, müsbət 2, dəmir 3 sulfat, müsbət 3 və bir də su. Üçüncü, məsələn, əsasların turşla reaksiyası, neytrallaşma reaksiyası, normal duz və suyun alınma reaksiyaları. Biz bunları demişdik əsaslarda, bir də deyək ki, deyək. Bəli, neytrallaşma reaksiyası yazaq. Hə, siz deyin, mən yazım. İstənilən əsas, istənilən turşunu. Məsələn, mis 2 hidroksid, gələk, məsələn, xlorid turşusu. Sonra istənilən yazma olur. Kalium OH ilə HNO3. Bəli. Kalsiyum OH2 üstəgəl nə? Sulfat turşusu olsun. Yaxşı. Sonra necə? Natrium OH üstəgəlin üstünə sulfit turşusu. HCl olsun. Yaxşı. Belə. Məsələn, dəmir 3 hidroksid üstəgəlinsin. Deyək ki, sulfat turşusu. Tamamdır. Nə alınır deməli? Mis 2 xlorid. Bəli. Bir də su. Kalium nitrat. Bir də su. Yox. Burada kalsiyum sulfat və nədir? Su. Burada natrium sulfit və su. Belə. Burada da dəmir 3 sulfat. Bəli. Yaxşı. Turşların qeyri-metallarla reaksiyaları var. Məsələn, karbonun, qat sulfat turşusu, karbon, məsələn, çift reaksiyası var. Geçib bunların reaksiyalarını yazaq. Bu dördüncü oldu, hə?
Deməli, düzdür. Silisium dioksid qeyri-metal deyil, turş oksiddir. Yəni, amma burada deyək ki, fluor turşusu silisium və silisium dioksid reaksiya daxil ola bilir. Həm turş oksidlərdən qat sulfat sülfit və karbonla, duru nitratlı sülfit və fosforla, qat nitratlı sülfit, fosfor, karbon və borla daxil olur. Yazaq. Deməli, burada silisium fluor 4, bir də hidrogen alır. Burada silisium fluor 4 və su alınır. Burada SO2 və su. Burada CO2, SO2 və su. Burada sulfat turşusu və NO. NO alınır. Burada orta fosfat turşusu və NO. Burada karbon qazı, NO2 və su. Burada sulfat turşusu, NO2 və su. Burada da orta fosfat turşusu, NO2 və su. Burada da nədir? Borat turşusu və NO2 alır. Yəni belə. Və sonra turşların ümumiyyətlə indikatorlar var. Lakmus, fenolftalein, metil oranj. Rəngləri nədir? Bənövşəyi rəngsiz nədir? Lakmus, əsas lakmus kağızı düşür. Gələn mühitdə göy olur, turş mühitdə nədir? Qırmızı olur. Bəli, əsas lakmus kağızını yadda saxlayın. Yəni belə. Yox, onlar elə düşmür. Ona görə o qədər hələ bilmək lazım deyil. Əsas lakmus, yəni sualı düşür. Yəni ona aid düşür. Bu qədər. Kurslar haqqında bu qədər.